Ey Meysan, sənə xəbər verimmi, sənin ölümün necə olacaq? Demişdi, buyur ağacam. Deyir, səni əkdiyin ki, xurma ağacı var, hər dəfə bəsləyirsən onu, su verirsən, bəsləyirsən. O ki, xurma ağacı böyüyəcək, səni həmən o əkdiyin xurma ağacında asacaq. Orada öldürəcəklər səni. Əleyhissalam bu xəbəri vermişdi, ölüm xəbərini Meysəm Təmmara vermişdi. Təsəvvür edin, Meysəm Təmmar batini elmi bilən adamlardan burada. Bir gün Həbib bin Məzahirlə qarşılaşır, getmişdi. İmam Hüseynin qəbrindən. Həbib bin Məzahirlə qarşılaşır, qeyd edirlər ki, orada olanlar. Həbib bin Məzahir Meysəm Təmmara deyir. Deyir, mən elə bir kəs görürəm ki, xurma ağacından asılı və dili boynundan çıxardır. Kimin yolunda? Əlinin yolunda. Meysəm Təmmar da deyir ki, mən elə bir kəs görürəm ki, başı bədənindən ayrılır, başı nizələrdə şəhər-şəhər dolanır. Kimin yolunda? Hüseynin. Görün, bunlar hardan danışırlar, hansı elmlə danışırlar ki, bunlar aqibətlərinin necə olacaqlarını yəni, belə şəxsiyyətlər olur. Həzrəti İmam Hüseyin Əleyhisselamın şəhadətindən sonra Meysəm Təmbarı ki, zindana salırlar. Allah lənət eləsin, İbn Ziyad onu tutturur, zindana salır. Zindanda ki, qiyam eləyəndən sonra onu çıxardır. Daha sonra isə ona deyir ki, səni xurma ağacından asacaq. O da demişdi ki, həmd olsun Allaha ki, ağam Əli mənim necə öləcəyimi demişdi. Yerinə Əli deyib səni ağacdan, xurma ağacından asacaqlarını öldürəcəklər. Bir bəli, Zinazadənin oğlu eləyəcək. Sən. Sən eləyəcəksən. Deyir, onda Əli yalancıdır. Mən bunu bu cür eləməyəcəm. Səni elə atacam, zindanda qalacaqsan. Onlar elə də öləcəksən. Deyir, amma Əlinin sözü haqdır. Meysəm, Əlinin sözü haqdır. Vaxt gəlir, zaman yetişir ki, onu zindana atırlar. Bir müddət ki, ara qarışır, İbn Ziyadın yadından çıxır dediğim söz. Və deyirlər ki, Meysəm bütün zindanın ab-havasını pozub, öz danışığı ilə, dini sözləri. İbn Ziyad əmr edir ki, onu o əkdiyi ki, su verdiyi ki, xurma ağacı var böyüyüb, gedin, ona asın oradan və asın oradan. Gətirirlər Meysəm Təmmarı, asırlar oradan. Təsəvvür edin, Meysəm Təmmar asılı vəziyyətdə ağacdan, o ki, gəlib gedənlər ki, var o ağacın yanına ki, gəlib keçənlər var. Deyirdi ki, Meysəm o halda. Deyirdi, yəni asırlar deyəndə orada boğazından asırlar, bədənindən asırlar ki, gün vursun bədənini, yaralı olan bədənini göyərsin, pis vəziyyətə salsın və qarğalar gəlsinlər bunu yesin. Baxardı o halsız halda deyərdi, gəlin, yaxın gəlin, sizə Əlinin fəzilətindən danışın. Siz elə bir şəxsi itirmişsiniz ki, o Əleyhisselamın haqqında yerlər, güllər, onun haqqında danışın. Gəlin sizə Hüseynindən danışın, gəlin sizə Həsəndən. Belə danışdıqda cəmaat toplanardı, baxardı Meysəmin o halını və deyərdi, baxın, Əleyhisselam mənə sağlığında demişdi ki, səni zinazadə bir kəs həmən bu ağacdan asacaq. Bəs, bax, həmən haldayam. Siz haqqı eşidin, haqqı görün. Bunu deyəndən sonra cəmaat ki, eşidin, şahid olurlar. Bu söhbət gedir çatır İbn Ziyada. İbn Ziyad əmr edir. Onun dilini, onu salıb ağacdan aşağı, dilini boynundan çıxardın, təzədən asın. Elə də boynundan asın. Elə deyirlər. İbn Ziyadın əmrindən sonra Meysəm Təmmarı asırlar həmin xurma ağacından. Orada da asırlar. Daha sonrası dostları Meysəm Təmmarı